Salam dəyərli izləyicilərimiz, sizləri xoş gördük. Bugünkü test izahımız bərk cisimlərin və mayələrin xassələri başlığından mayələrin səthi gərilmə qüvvəsi islatma hadisəsinin testləri olacaqdır. Birinci sualımızdan başlayaq. Maddə hansı aqreqat halında olduqda onun formasını dəyişmək çox asan, həcmin dəyişmək isə çox çətin olacaq. Bu mayedir, yəni ə, yalnız A variantı. İndi gəlin bir dənə bunu izah edək. Bax götürək ki, bizim belə bir stəkanımız var. Bir dənə də belə bir qab götürürəm, belə uzunsoy bir qabdır. Bunun içərisi mayedir. İndi mən həmin bu mayeni bu qaba tökəndə, bu artıq formasını dəyişir, rahat şəkildə bu düşdüyü qabın içinə yayılmış olacaq. Yəni formasını dəyişmək bunun çox asandır. Amma həcmi tutumu qaçıb getmiş ki, burada nə qədər su varsa, burada da həmin o su olacaq. Yəni bura uyğun gələn cavabımız maye olacaqdır. Amma bərk cisimlərin həm formasını, həm də həcmini dəyişmək çox çətindir. Çünki bərkdir də, yəni bunu kristal bərk formasında belə də qəbul edə bilərsiniz ki, yəni bunun hara qoysan öz formasına qalacaqdır. Hansı bir qaba da əlavə etsən, yenə öz formasına qalacaq. Həcmini də dəyişmək həmçinin qeyri-mümkün olacaqdır. Amma qazların isə həm formasını, həm həcmini dəyişmək çox asandır. İkinci sualımıza baxın. Səthi gərilmə qüvvəsi hansı ifadəyə təyin olunacaqdır? Səthi gərilmə qüvvəmiz F bərabərdir. Sigma L-dən ibarətdir və ikinci sual D variantı 3-də. Səthi gərilmə əmsalının vahidi hansıdır? Səthi gərilmə əmsalı bax bu dediyimiz sigmadır. Buradan da bu sigmamızı tapanda F bölünsün L-dən ibarətdir. F qüvvədir. Qüvvənin vahidi bilirəm Newtondur. Newtonun L-in də vahidi metrdir. Yəni uzunluqdur. Deməli, səthi gərilmə əmsalının vahidi Newton bölünsün metrdir. Bunu biz əsas vahidlərə çevirəcək. Gəlin kənardan yer açaq yazaq. Newton bölünsün metr. Newtonun açılışı kiloqram vurulsun metr bölünsün saniyənin kvadratıdır. Bir də burada bizim metrimiz var. Bu metri də bura yazanda metrlər buradan ixtisar olunur. Yerdə qalır kiloqram bölünsün saniyənin kvadratı. Və bura uyğun gələn cavabımız 3-də D variantıdır. Dördüncü sualımızda səthi gərilmə əmsalının vahidi hansıdır? İndicə bunu çıxartdıq ki, Newton bölünsün metrdir. 5-də Delta kənar bucağın hansı qiymətdə maye tam isladandır? Əgərlərin mayələr tam isladırsa, deltamız 0 dərəcə olacaq. Tam islatmayanlar olduqda isə bu 180 dərəcə olacaq. Bizdən isə tam isladanı soruşursa, onda 5A variantına gedir. 6-cı sualımızda isladan mayenin səthi hansı formada olur? İsladan mayələrin forması çökük halda olur. Burada da çökük halımız mən 6-da B variantını görürəm. 7-də isə islatmayanlar qabarıq formada olur. Qabarıq formada da 7-də Y variantı olacaqdır. 8-ci sualda bu hansı fiziki əməliyyatın vahidinə uyğundur? Deməli, ilə gəlin bunu yerindəcə yazaq. Buradan bir jolun açılışı Newton vurulsun metrdən ibarətdir. Yazıram bunu belə. Məxrəcimizdə isə metrin kvadratı var və buradan da 1 metrlə metrin kvadratı ixtisar olunur, qalır Newton bölünsün metr. Bu da bizə səthi gərilmə əmsalını da verə bilər. Görsəz ki, səthi gərilmə əmsalı yoxdur, onda sərtliyi götürəcəksiniz. Səthi gərilmə əmsalı 8C variantı gedəcəkdir. 9-cu sualda gəlin baxaq, indi bu hansı fiziki əməliyyatı verəcək. 1 vatın açılışı yazıram ki, joule bölünsün saniyədən ibarətdir. Burada yerdə qalan vahidləri yazar. Burada qalıb saniyə, məxrəcimizdə isə qalıb metrin kvadratı və saniyə ilə saniyə ixtisar olunur. Yerdə qalır joule bölünsün metrin kvadratı. 1 joule-un da açılışı Newton vurulsun metrdir. Məxrəcimdə də metrin kvadratıdır. Buradan da metrdən də metr kvadrat ixtisar olunanda qalır Newton bölünsün metr. Yenə bu da gəlib çıxacaqdır səthi gərilmə əmsalına. Əgər görsən səthi gərilmə əmsalı yoxdursa, bir ki onda sərtlik olacaqdır. Hər ikisinin çünki vahidləri Newton bölünsün metrdir. Və 9B variantına gedir. 10-cu sualda ortasına sap bağlanmış məftil çərçivənin bir hissəsinə sabun pərdəsi ilə örtülmüşdür. Məftilin A və B nöqtəsində sapın gərilmə qüvvəsi necə yönəlmişdir? Bax, bu bizim mayedir. Biz bilirik ki, ümumiyyətlə, həmişə səthi gərilmə qüvvəsi həmişə mayenin daxilinə doğru yönəlir. Yəni, bu A nöqtəsinə bu daxilə doğru belə yönəlir, B nöqtəsinə isə bu daxilə doğru belə yönəlir. Yəni, deyək ki, buradan C nöqtəmiz var. Həmişə mayenin daxilinə doğru yönəlir. Buradan K nöqtəsi daxilə doğru, qısacası hamısı yönəlmiş olacaqdır. Yəni, bizdən nə? A-nı soruşdu. A şaquli aşağı, B isə şaquli yuxarıdır. A aşağı, B isə yuxarı, aşağı yuxarı olan cavab onda B variantıdır. 11-ci sualımızda hansı qabda
Maye ilə bərk cismin molekulları arasındakı qarşılıqlı cazibə qüvvəsi mayenin öz molekulları arasındakı qarşılıqlı cazibə qüvvəsindən böyükdür. Gəlin bir də oxuyaq. Bax, deyir ki, maye ilə bərk cismin molekulları arasındakı cazibə qüvvəsi. İndi bu deyiləni yazıram. Yəni bizə deyir ki, maye ilə bərk cismin molekul arasındakı cazibə qüvvəsi bunun mayenin molekulları arasındakı qoy yazaq dediklərimizdə mayenin molekulları arasındakı cazibə qüvvəsindən böyükdür. Bu ifadəni gördünüzsə, bu isladan mayelər olacaqdır. İsladan mayelər də həmişə çökük formada olacaqdır. Çökük formada olanda burada 1 olacaqdır. Yəni 11D variantıdır. Əgərlərim maye molekulları maye ilə bərk cismin molekulları arasından böyükdürsə, yəni bu cür olarsa, bu artıq isladan mayelər olacaq. İsladan mayelər isə qabarıq şəkildə olanlardır. Amma bizdən bunu soruşmur da, bizdən belə soruşub. Və cavab 11-də gedəcəkdir D variantına. 12-ci sualımıza baxaq. Tərəfi 10 sm olan kvadrat şəkilli lövhə sabun məhlulun səthinə toxunur. Lövhəni məhlulun səthindən ayırmaq üçün tətbiq olunan qüvvəni hesablayacaq. Lövhənin kütləsi 10 qram, səthi gərilmə əmsalının 4 vur 10 üstü mənfi 2 və şey də verilibdir. İndi gəlin birinci bu deyiləni görməyə çalışaq. Bizə deyir ki, bir dənə sabun, sabun üzərində bir dənə kvadrat şəkilli lövhədir. İndi belə şəkli bu cürə hazırlaya bildim mən. Sabun üzərinə indi bir dənə deyək ki, kvadrat şəkilli bir lövhə qoymuşam. Bax, deyir ki, həmin bu qara lövhəmizi bu məhlulun, yəni bu sabunun üzərindən bunu çıxartmaq üçün lazım olan bizə bir dənə qüvvə lazımdır. Həmin buna tətbiq olunan qüvvə minimum qüvvədir. Yəni biz bu qüvvəmizi nə cür tapa bilərik? Birinci bilməliyik ki, bu lövhənin ağırlıq qüvvəsinin istiqaməti hər bir zaman aşağıya doğru gedəcək. Yazıram buraya F ağırlıq. Digər yandan da həmin bax bu məhlulun, yəni bu sabunun səthinə toxunan bir səthi gərilmə qüvvəsi var ki, həmin o səthi gərilmə qüvvəsinin də istiqaməti üzü aşağıya doğrudur və bunu bu cür şəkildə yazıram. İndi isə mən burada minimum, yəni buna tətbiq olunan minimum qüvvəmi tapmaq istəyirəmsə, yazaq buraya F minimum bərabərdir. Eyni istiqamətdə olan qüvvələrimi toplayıram. Yəni ağırlıq qüvvəmlə səthi gərilmə qüvvəmizi toplayacağam. F ağırlığın üzərinə F, səthi gərilmə qüvvəsini yazıram. Bərabərdir. İstəsən gəl bunları kənarda tapaq. Ağırlıq qüvvəmiz hər bir zaman eym şeydən ibarətdir. İndi verilənləri ilə gəlin üzərinə yazaq. Deyir, lövhənin kütləsi 10 qramdır. Qramdırsa bunu kiloqrama çevirməm üçün minə böləcəm. Yəni onu minə böləndə bu elədir 0,1 kiloqram. Yazıram ki, M-in yerinə 0,1. J-miz də bizim 10-dur. J-nin də yerinə 10 yazanda bu elədir 0,1 Newton. Bir dənə cavablara fikir ver. Cavablar nədir? Milli Newtonladır. Onda mən 0,1 Newtonu milli Newtona çevirəcəm. 1 milli də 10 üstü mənfi 3-dür. Onda bunu mən 100 milli Newton, yəni 10 üstü mənfi 3 yaza bilərəm ki, çünki niyə? Bax, buradan elə bil ki, bu 2 sıfırı 10 üstü mənfi 3-ə yazıb, mənfisini yaxşı yazaq bunu, 10 üstü mənfi 3-ə vuranda yenə bu sıfırında 1 eləyir. Yəni, başqa sözlə bu 100 milli Newton elədir. Ağırlıq qüvvəmizi tapdıq ki, 100 milli Newtondur. İndi səthi gərilmə qüvvəsindən baxıram. Səthi gərilmə qüvvəmizdə sigma L-dən ibarətdir. Sigma olacaqdır durduğu kimi. İndi L-i tapacağım. Kvadrat şəkilli lövhədir də burada. Bax, bu kvadrat şəkli lövhənin uzunluğu nə cür tapılırdı? Kvadratın bütün tərəfləri bir-birlərinə bərabərdir də. Bunun da bizə tərəfini, gəlin bu hissəsini silək. Bunun da tərəfini bizə veribdir 10 sm-sə, yəni tərəfi 100-ə böləcəm ki, elədir 0. Hər yanı, yəni bunun 0,1-dən ibarətdir də. 4 tərəfi də eynidir. Və kvadratın da tərəfi tapılanda L bərabər 4A-ya görə, yəni tərəfinə vurulacaqdır. Onun üçün də mən buradan sigmanı saxlayıram yerində. L-in də yerinə 4A-nı yazıram. İndi də buradan verilənlərimizi götürək, yazaq, qeyd edək. Deməli, bizim burada səthi gərilmə əmsalımız, yəni sigmamız 4 vur 10-su mənfi 2-dir. Gəl verilənləri qoyaq. Sigmanın yerinə yazıram 4 vur 10 üstü mənfi 2. Bir də 4, yəni uzunluğa görə 4A-dırsa, A-nın da tərəfi nə qədərdir? 0,1-dir. Bunun da tərəfinə 0,1 yazanda, bu neyini gəl hesablayaq. 4-ü 4-ə vurduq. Bu elədi 16. Sonra 10 üstü mənfi 2-ni 0,1-ə vuranda bu 10 üstü mənfi 3 eləyəcəkdir. Mənfi 3 də 10 üstü mənfi 3 milli deməkdir də. Yəni 16 milli Newton elədi. Və indi biz tapdıqlarımızı gətirək yerləşdirək.
Ağırlıq qüvvəmi 100 millinewton tapmışam. Ağırlığın yerinə 100 millinewton yazıram. Səthi gərilmə qüvvəmizi də 16 tapmışam. 100-ün də üzərinə 16 millinewtonu gələndə bu da 116 millinewton olur. Sualımızın cavabı burada 12-də C variantına gedir. 13-cü sualımıza baxaq. Yenə buradan da bu şəkildə hazırlamışam bu sualımız üçün. Demək, burada bizə deyir ki, eyni şərtdir. Sadəcə biri kvadratdır, biri dairədir. Deyir ki, radiusu 5 sm olan 10 qram kütləli dairə, bu da bizim dairəmizdir. Dairə şəkilli lövhəni isladan mayenin səthindən ayırmaq üçün tətbiq edilən qüvvəni hesablamalıyıq. İndi belə götürək. Burada düzdür, indi maye deyir. İndi mən onu sabun şəklində çəkmişəm. Heç olmaz təsəvvür edin ki, bu indi mayedir də. İndi gəlin başlayaq yenə bunu yazmağa verilənlərimizi. Bir dənə radius var. Radiusumuz 5 sm-dirsə 10 üstü mənfi 2 qoyacağım. Kütləmiz 10 qramdırsa bu dedik 0,1 kiloqramdır. Səthi gərilmə əmsalımız var. J var, P var. Buna tətbiq olunan qüvvədir. Deməli, yenə başlayırıq bu yazmağa. Mayenin səthi gərilmə əmsalı da, yəni siqmamız da buradan verilibdir bizə. İndi bax belə götürük. Bu bizim dəq sabunumuzdur. Bunu tətbiq edən bir qüvvəmiz var. Həmin bunu tətbiq edən qüvvəmiz, yəni qaldıran bir qüvvədir də bunu. Üzü yuxarıya doğrudur. Bir yandan həmin bax bu dairəmizin ağırlığı var. Dairənin də ağırlığının istiqaməti üzü aşağıya doğrudur. Digər yandan da bunun səthi gərilmə qüvvəsi vardır. Bu da onu aşağıya doğru çəkən bir qüvvədir. Yazıram bura səthi gərilmə qüvvəsi və yenə buna tətbiq olunan qüvvəmizi başlayıram yazmağa. F bərabərdir, yəni minimum qüvvədir, yəni ən az buna tətbiq olunan qüvvə bərabərdir. Ağırlıq qüvvəmizin səthi gərilmə qüvvəmizin cəminə niyə görə? Çünki sən görsən bunu qaldıran qüvvənin istiqaməti təkcə yuxarıdır, amma digərləri aşağıdır. Qüvvələr də eyni istiqamət olanda toplayırıq. Ona görə F ağırlıqla F səthi gərilmə qüvvəsini toplayıram. Yenə indi kənarda bunları icra etməyə çalışıram. Ağırlıq qüvvəmi tapanda buna mən MJ-mizi yazıram. N bizə verilib 0,1, şeyimiz də 10-dur. 0,1-i də 10-a vuranda bu elədir 0,1 Newton. Cavabı bizə deyir ki, milli Newtonla tap. Milli Newton da bayaqlarım dedi ki, 10 üstü mənfi 3-dür. Bu da eləcəkdir 100 milli Newton. Bunun bayaqlarım izahını 12-də verdim. İndi səthi gərilmə qüvvəsinə baxıram. Səthi gərilmə qüvvəm sigma L-dir. Aha, indi bax burada sən fiquruna bax. Buradakı fiqur artıq dairədir. Hər fiqura görə uzunluq, sahə, həcm fərqli olur. Dairəmizdə isə uzunluq L bərabər 2 pi r-ə görə tapılır. Ona görə mən sigmanı saxlayıram olduğu kimi yerində, amma L-in də yerinə 2 pi r-imizi yerləşdirirəm. Olur belə. İndi bunu qoyaq buradan hesablayaq. Deməli, sigmamız bizə nə qədər verilibdir? Yəni səthi gərilmə əmsalımız 4 vur 10 üstü mənfi 2-dir. 2-yə vurulsun pimiz 3-dür. Radius da 5 vurulsun 10 üstü mənfi 2-dən ibarətdir. Hesablayaq bunu. Deməli, 4-ü 2-yə vurduq. 8, 8-i 3-ə vurduq. Gəl bunu rahatı bu cür yazaq. Bir dəqiqə. 2-ni 5-ə vururam buradan mən. 2-ni 5-ə vurduq, bu elədi 10. 4-ü 3-ə vurduq, bu elədi 12. 12-ni 10-a vurduq, elədi 120. Yazdıqca bunları aradan çıxardım ki, buralar sadə görünsün. Hə, qaldı buradan 12. 12-ni də 10-luğa vurduq. 120 elədi. İndi bura fikir ver. 10 üstü mənfi 2-də 10 üstü mənfi 2-yə vurulanda bu da 10 üstü mənfi 4 elədi. Və buradan bir 10-luq var. Bu 10-luğu da 10 üstü mənfi 4 də vuranda bu elədi 10 üstü mənfi 3. Önündə də bir 12-si var. 12 vur 10 üstü mənfi 3 milli ilə də yazdığımıza görə 12 milli Newton elədi. Belə, indi qüvvələr hazırdır. Başlayıram yazmağa. Ağırlıq qüvvəmin yerinə 100 milli Newton yazıram. Üzərinə gəlinsin. Səthi gərilmə qüvvəmizin də yerinə 12 yazıram. 100-ün də üzərinə 12-ni gələ 112 milli Newton elədi sualımızın cavabı. Beləliklə sualların sonuna gəlib çatdıq. Ümid edirəm izahlar sizə aydındır. Belə videolarımızın davamı olmağını istəyirsinizsə, mənə dəstək olaraq videonu bəyənib, kanala abunə olub və həmçinin paylaşa bilərsiniz. Növbəti izahlarımıza görüşənədək sağ olun, Allah amanında.